Hər kəsə salam dəyərli izləyicilərim. Bu günləri pambıq kimi yumuşaq, çox ləzzətli və süfrənizin bəzəyi olacaq cemli bulkalar hazırlayırıq. Bir qabın içərisinə 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, biraz duz və instant maya əlavə edib qarışdırırıq. Ərzaqların miqdarını videonun açıqlamasında qeyd etmişəm. Daha sonra şəkər tozu və 3 ədəd yumurtanın ancaq ağlarını əlavə edirik, sarılarını üzərinə sürtmək üçün saxlayırıq və 1 stəkandan 1 barmaq aşağı duru yağ əlavə edib yenidən qarışdırırıq. Unu da bura hissə-hissə əlavə edirik, çünki hər kəsdə unlar fərqlidir, ola bilsin ki, miqdarı dəyişilə bilər və sonda da vanil də əlavə edib yumuşaq, elastik və birazca da ələ yapışan bir xəmir yoğururuq. Nəticədə belə bir xəmir alınır və xəmirimizin üzərini örtüb 1 saat isti bir yerdə mayalandırırıq. O vaxta kimi də keçirik içliyini hazırlamağa. İçlik olaraq mən burada şaftalı cemi götürmüşəm. Üzərinə biraz qarğıdalı nişastası əlavə edib qarışdıra-qarışdıra 5-6 dəqiqə bişirirəm ki, içlik qatılaşsın, yəni bulkalar bişdikdə içərisindən axmasın. Gördüyünüz kimi xəmir necə gözəl gəlib, biraz yoğurub havasını alırıq və yenidən üzərini örtüb 1 saat isti bir yerdə mayalandırırıq. Yəqin ki, bəzilərinə maraqlı olacaq ki, mən niyə xəmiri 2 dəfə mayalandırmışam? Ona görə ki, ikinci dəfə mayalandırdıqda xəmir çox gözəl alınır, ələ yapışmır, yumuşaq olur. O zaman bulkalar da çox gözəl alınır. Yəni bir sözlə xəmirlə işləmək çox rahat olur. Baxın dostlar, görürsüz, bayaq dediyim kimi necə gözəl bir xəmir alınır. Qətiyyən nə masaya, nə də ələ yapışmır. Yəni belə bir xəmirlə işləməkdən adam zövq alır. Və xəmiri masanın üzərində bir qədər yoğurduqdan sonra 20 bərabər hissəyə kəsib kündələr edirəm. Mən hər kündəni 92 qramla götürmüşəm, amma siz bunu gözə yarıda eləyə bilərsiniz. Hər kündəni masanın üzərində uzun formada yayıram və ortasına içlikdən əlavə edib kənarlarını birləşdirirəm. Sonra bir ucunu digər ucu ilə birləşdirirəm. Baxın, belə üçbucaq formasında bir görüntü alınır. Soba listinin üzərində də 20 dəqiqə gözlədirəm və daha sonra qayçı ilə çox ehtiyatla kənarlarından kəsiklər edirəm. Gördüyünüz kimi bulkalar şam ağacına bənzəyir. Və yumurta sarılarına da biraz süd əlavə edib üzərinə sürtürəm. Umac üçün də şəkər tozuna un və yumşaq kərə yağı əlavə edib əllərimlə umac halına gətirirəm və daha sonra üzərinə səpirəm. Əvvəlcədən də sobanı 180 dərəcədə isitmişəm. Mən bulkaları konveksiya rejimində bişirirəm. Çünki sobaya 2 listi birdən qoyacam. Ona görə də bu rejimdə bişirmək lazımdır. Amma əgər siz alt-üst rejimində bişirmək istəsəniz, onda bir-bir sobaya qoyun. Və budur, bulkalarımız hazırdır. Tam soymasını gözləyib daha sonra sizə nəticəni göstərəcəm. Necə ləzzətli, pambıq kimi yumuşaq bir bulkalar alınıb, ətri isə bütün evi bürüyüb. Bir sözlə möhtəşəm, həm dadı, həm də görünüşü. Belə bulkalardan sonra mağaza şirniyyatlarını unudacaqsınız. Bu ləzzətdən imtina etmək qeyri-mümkündür. Resepti itirməmək üçün yaddaşa verin və sevdiklərinizlə bölüşün. Əgər videomu da bəyəndinizsə, bəyən düyməsinə basıb kanalıma abunə olmağı unutmayın ki, gələcəkdə bu cür maraqlı və məntiqli izahla olan reseptlərimi qaçırmayasınız. Hər hansısa bir sualınız varsa, rəy bölümündə soruşa bilərsiniz. Sevə-sevə cavablandıracağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək inşallah. Hələlik.